Salam Elxan müəllim. Aleyküm salam, aleyküm salam. Hə, necəsiz? Çox sağ olun, siz necəsiz, nə var, nə yox? Çox gözəl ərazidir. Novxanın deyərdim ki, ən elit ərazisidir. Bəli. O vaxtda elə mən Novxanını demək olar gəzdim, bağ alanda, bağ seçimini eləyəndə. Çox gəzdik, gəldim elə burada durdum. Niyə? Meşə kimi bir ərazidir, tam yaşıllıqla. Həyətə də özünüz girəndə yəqin ki, gördünüz. Qonşuları çox gözəl, sakit, kompaktlı qonşuları var özdə maksimum burada 5-6 bu tupikdə 5-6 maksimum qonşu var, hamısı da çox hörmətli, solidli insanlardır. Ərazi olaraq da buranın infrastrukturası çox Hər gözəldir. şey, buranın kanalizasiya, sadəcə baseyni, bir dənə knopkanı bastınız, baseyn, hamısı getdi kanalizasiya. 2 saat, 2 saat yarım var, baseynin boşalır. O düzdə 10 tonluq kənim var, ancaq hələ 1 saat da olsun kəndən istifadə eləməmişəm. 24 saat su burada, napordan heç motora da ehtiyac yoxdur. 4-5 saata baseynimdə olur, təsəvvür eləyin. Şirin sudur, quyuya da ehtiyac yoxdur, heç nəyə də ehtiyac yoxdur. Yəni infrastruktur burada çox önəmlidir. İşıq da daimidir, 3 faza işığı var. İnterneti, telefonu, hər bir şəraiti var. Tikintini də özüm tikmişəm. Yəni indi baxırsınız da, indi dünyanın vaxtında o gül baxdaşları deyirdilər, o ağlayla. İndi ağlayın da növləri vardı. Bu əmlakı siz neçənci ildə tikmisiniz? Mən 2012-də buranı boş torpaq aldım və tikintiyə start verdik. Tikintiyə start verdik, ondan sonra sənədləşdirdik. Qutarandan sonra yəni bağın kupçada düzdür 16.5 sotdur, rəsmi torpaq bina qarışıq. Bütün texniki şərtindən belə var, eskizlərindən belə var, hər bir şey, yəni sənəddə heç bir problemi yoxdur. Belə də ki, çox fundamental tikmişəm. Bütün məsələn bu tamet olan yer, qranit olan yer döşəməsinə baxsaz, bütün altını betonlamışam. Kanalizasiya sistemi yenə də dediyim kimi slivi ilə çəkilibdir. 1 qram da olsun nə yağışda, nə də su qalmır. Hamısı axır gedir çox rahatçılıqla. Ağlay da inanın ki, hər naxışına metri ilə ödəmişəm pulunu. Ancaq elə bax, naxışlarımı çəkin, tək naxışların məbləğini bu günləri saysaz, inanın ki, elə bir bağın qiyməti eləyir. Yerim İspan qranitidir, yəni bura qruzavoy maşınlarla çıxıblar, heç bir dənəsində çat da olmayıbdır. Yəni bu betondan tökmələr zat deyil də, təmiz qranitdir, İspan qranitidir. Digər şeyləri demirəm, indi evin içinin təmiridir, müxtəlif növ təmirlər var. Düzdür, orada da normal zövqümüzə uyğun eləmişik. Ancaq əsasən yəni vəsait çox gedib, həddindən artıq çox gedib. Qıraqda bax görürsünüz orada kalaska ilə düşüb qalxmağa can belə nəzərdə tutulubdur. Özüm çox hündür eləmədim, belə kürsülü eləmişəm 3 pilləkən ki, indi rahat çıxmaq olsun, düşmək olsun uşaq.